Salam müəllimlər və müəllim olmaq istəyənlər. Mən Kurikulum təlimçisi Xalidə Bizzadə. Bugün sizlər üçün daha yeni bir mövzunun izahını verəcəm. İzaha keçmədən öncə xatırladım ki, mövzu izahlarından razı qalırsınızsa kanalımızın linkini maksimum paylaşmağı və abunə olmağı unutmayın. Ödənişli dərslərimizə qoşulmaq üçün əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mövzumuz sosial intizam modeli adlanır. İndi keçək mövzumuza. Deməli, Avstriyalı psixiatr və pedaqoq Rudolf Dreikurs şagird davranışları ilə bağlı bir sıra tədqiqatlar aparmışdı və sosial intizam modelini irəli sürmüşdü. Deməli, bu nəzəriyyənin müəllifi kimdir? Rudolf Dreikurs. Bu nəzəriyyədə söhbət nədən gedir? Rudolf düşünür ki, uşaqları nə cəzalandırmaqla, nə də mükafatlandırmaqla nəyəsə nail olmaq doğru deyil. Biz Albert Bandura nəzəriyyəsində bunu demişdik, amma burada tam əksinə deyirik ki, yəni cəzanla, mükafatlandırmaqla nəyəsə nail olmaq doğru deyil. Bu da Rudolf Dreikursun öz fikirləri idi. O əsas gətirir ki, şagirdin əgər davranışında düzgün olmayan nələrsə varsa, bunun səbəbi şagirdin özünü sosial mühitə aid etməməsindən irəli gəlir. Yəni, şagird özünü sosial mühitə aid etməyəndə onda davranış pozuntuları yaranır. Deməli, bunun da həll yolunu Dreikurs əməkdaşlıqda görür. Düşünür ki, əməkdaşlığın nəticəsində bu problemi aradan götürmək olar. Əməkdaşlıq bilirik də, yəni birgə işləməkdən söhbət gedir. Hər hansı bir məqsədə çatmaq üçün bir araya gəlməkdən, öz bilik və bacarıqlarından, əldə olunan resurslardan bir araya gətirib istifadə edilməsindən söhbət gedir. Yəni, əməkdaşlıq nəticəsində bu problemin həll yolunu düşünür. Əməkdaşlıq da quran zaman şagirdlər arasında münasibətlər tənzimlənmiş olur və bu tip halların da qarşısı alınmış olur. Bu da deməli Rudolf Dreikursun düşüncələri idi. Deməli, bir insan, deyək ki, bir şagird sosial mühitə özünü aid hiss eləmirsə, burada 4 əsas məqsəd var. Onlar haqqında indi danışaq. Deməli, səhv məqsəd və burada həll yolları var. Baxaq indi. Birinci, diqqəti cəlb etməkdir. İkinci, güc nümayiş etdirməkdir. Üçüncü, qisas almaqdır. Dördüncü, çarəsizlik və imtinadır. İndi bunlar haqqında sizə məlumat verim. Deməli, bu 4 məqsədin hər birinin də 3 əsas tərəfi var. Fikir verək. Uşağın məqsədi, uşağın inamı və gizli mesaj. İlk öncə diqqəti cəlb etməkdə uşağın məqsədinə baxaq. Burada uşaq diqqət mərkəzində olmaq istəyir. İstəyir ki, müəllim olsun, yoldaşları olsun, daim onu görsünlər. Sevilmək istəyir, qayğı görmək istəyir. Buna görə də müşahidə eləyə bilərik. Müəllimlər görür ki, sinifdə hər hansı bir şagird dayanmadan təkrar suallar verir və özünü diqqət mərkəzində diqqəti cəlb etməyə çalışır özünə. Və burada o özünü qrupa aid hiss etmiş olur. Uşağın inamına gəldikdə isə düşünür ki, diqqət cəlb etməklə mən sevilə bilərəm, diqqət cəlb etməklə aid ola bilərəm və mənim də var olduğumu görmüş ola bilərlər. Bizə ötürdüyü gizli mesaj nədən ibarətdir? Mənə diqqət yetirin, məni də cəlb eləyin, məni də görün. Yəni, bizə ötürdüyü gizli mesaj da bundan ibarətdir. Biz həll yolu, müəllim hansı həll yollarından istifadə eləyə bilər? Biz burada şagirdin diqqətini minimuma indirməliyik. Bu necə eləyə bilərik? Yəni, onun davranışlarına məhəl qoymamalıyıq. Sonra diqqətini yayındırmalıyıq, fəaliyyətləri dəyişdirməklə. Uyğun davranışları varsa dəstəkləməliyik, təşəkkür edə bilərik və şagirdə hərəkət etdirməliyik. Məsəl üçün, oturduğu oturacağı dəyişə bilərik və yaxud da burada düşüncə kreslosuna əyləşdirim var. Yəni, bu nə deməkdir? Şagirdi başqa bir fəaliyyətə yönəltməliyik ki, düşünsün, düşünməyə yönəlsin. Başqa fəaliyyətdə fikirləşsin artıq. Sonra ikinci gəlir güc nümayiş elətdirmək. Güc nümayiş elətdirmək burada uşağın məqsədi odur ki, mən güclü olanda hamı məni qəbul eləyəcək və güclü
görünməklə nüfuz qazanacağam. Belə düşünür. Məqsədi budur. İnamı ondan ibarətdir ki, mən güclü olsam, bu qrupun üzvü olaram və mən üstün olaram. Özünü üstün görür. Bizə ötürdüyü gizli mesaj da odur ki, düşünür ki, mən bacarıqlıyam. Mənim bacarıqlarımı göstərmək üçün mənə kömək eləyin. Həll yollarına gəldikdə isə burada soyuqqanlığı qorumaq lazımdır, gərginliyi aradan qaldırmaq lazımdır və fərdi söhbətlər aparmaq lazımdır və dağıdıcı davranışın nəticələrini aydın şəkildə təsvir etmək lazımdır. Deyək ki, güc nümayiş etdirən şagird, müəllim tapşırıq verir. Şagird yoldaşından tapşırığın həllini soruşur. Ona cavab vermədikdə, görməzdən gəldikdə isə artıq başlayır güc nümayiş etdirməyə. Nə bilim, götürüb çantasını yerə ata bilər, nə bilim, qələmini sındıra bilər. Bu cür mahallarında müəllim yəni davranışın nəticələrini aydın şəkildə təsvir etməlidir və onları ədalətli olmağa çağırmalıdır. Təbii ki, biz burada cəza tədbirlərindən deyil, düzəldici fəaliyyətlərdən istifadə edə bilərik. Sonra kisə salmaq. Kisə salmaqda uşağın məqsədi, yəni əvəz çıxmaqdır. Kisə salmaq, bayaq qeyd elədiyim situasiyada yoldaşına kömək istəyir, yoldaş ona kömək etməyəndə götürüb onun qələmini sındırır, kisas çıxır, kisas alır. Təbii ki, bu da nədən irəli gəlir? Nədənsə inciyir uşaq. Onun əvəzini çıxmaq istəyir. İnamı ondan ibarətdir ki, düşünür ki, mən incinmişəmsə, qarşı tərəf də incinməlidir. Bunun nəticəsində o özündə bir növ rahatlıq tapmağa çalışır. Bizə göndərdiyi gizli mesaj da odur ki, mən incimişəm, yəni mənə kömək edin, mən də sayıldığımı görmək istəyirəm. Sonra dördüncü gəlir çarəsizlik hissi və imtina. Burada artıq uşağın məqsədi tək qalmaq olur. Çünki özünü zəif hiss eləyir. Düşünür ki, artıq mən zəif biriyəm. İnamı burada zəif bacarıqsız olduğunu düşünür. Özünü aciz hiss eləyir. Və qərara gəlir ki, artıq çalışmağın bir faydası yoxdur. Onsuz da müsbət nəticə əldə edə bilməyəcəm. Artıq fikir verirsiniz müəllimlər. Şagird düşür qapalı düşüncəyə. Bizə ötürdüyü gizli mesaj nədən ibarətdir? Deməli, burada artıq deyir ki, mən tək qalmışam. Tək qalmaq istəmirəm, məni qrupa daxil edin. Düzdür, kiçik bacarıqlarım var, amma siz onları dəyərləndirin. Mənə elə işlər verin ki, mən də onları yerinə yetirə bilim. Təbii ki, bizim müəllimlər hər zaman uşaqların ən kiçik fəaliyyətini belə, kiçik bir bacarığını belə dəstəkləməliyik, onlara stimul verməliyik. Sonra burada müəllimlər var idi, tərif və təşviq. Onun haqqında da sizə məlumat vereyim. Tərif nədir, təşviq nədir? Deməli, tərif tamamlanmış nailiyyətə görə verilir və nəticədə rəqabəti stimullaşdırır və egoizmi stimullaşdırır. Bir nümunə gətirək, deyək ki, bir şagirdimiz, misal üçün deyimdə, Məhbubə hər dəfə tapşırıqları düzgün və vaxtında yerinə yetirir. Buna görə də müəllim həmin şagirdi tərifləyir. Deyir ki, afərin sənə, sən mükəmməlsən, necə də səhvsiz yazmısan. Bu artıq bu şagirddə istər-istəməz ego yaratmış olur. Və tərif bundan ibarətdir. Təşviqə baxaq. Təşviq nədir? Təşviq hər hansı bir cəhdin qəbul edilməsidir. Şagirdlərə öz fəaliyyətini qiymətləndirməyə kömək edir. Bərabərlər arasında mesajdır. Bərabərlər arasında deyəndə ki, hər hansı bir tapşırıq olur. Onu bir neçə şagird yerinə yetirir və müəllim vurğulayır ki, bəli, burada filan şagirdlər arasında bu tapşırıqda müəyyən irəliləyişlər var. Tapşırıqda düzgün məqamlar var. Bunu mən yüksək qiymətləndirirəm. Bir də əməkdaşlığı stimullaşdırır. Birgə öyrənməni stimullaşdırır. İndi isə təriflə təşviqin bir-birindən fərqi nədən ibarətdir? Tərif tamamlanmış olan bir işə verilirdisə, təşviq hələ tamamlanmayan bir fəaliyyətə verilən stimuldur. Sonra burada cəza və məntiqi nəticə var idi. Onlar haqqında sizə məlumat verim. Təbii ki, məsləhət görülür ki, məntiqi nəticələrdən istifadə olunsun. İndi situasiyalar üzərindən baxaq. Cəza deyəndə bir situasiya deyim.
Deyək ki, hər hansı bir şagird davranış qaydalarına əməl etmir. Müəllim neynir? Onun valideynindən şikayət eləyir. Bu nədir? Bu cəzadır. Amma deyək ki, davranış qaydalarına əməl etməyən şagirdə davranış qaydalarını biz hər gün səbirlə, təmkinlə oxudururuq. Bu da nədir? Məntiqi nəticədir. Yəni neynirik? Məntiqi bir nəticədən istifadə edirik ki, davranış qaydalarını şagird öyrənmiş olsun. Sonra burada şagirdlərin xoşagəlməz davranışları olur ki, onları biz minimumlandırmalıyıq və burada müəllimlərə verilən bir sıra tövsiyələr var. Onlara baxaq. Deməli, həmişə müsbətə köklənmək lazımdır. Şagirdlərin xoşagəlməz davranışlarını vurğulamamadan öncə müsbət davranışlarından başlamalıyıq. Mükəmməlliyə deyil, təkmilləşməyə çalışmaq lazımdır. Bəli, qətiyyən mükəmməlliyə yol verməməliyik. Mükəmməllik bizim əsas məqsədimiz deyil. Zəif cəhətləri minimuma indirməliyik. Şagirdin güclü tərəflərini də vurğulamalıyıq. Bəli, hər zaman deyirik, müsbətdən başlayırıq. Sonra mənfiləri qeyd edirik. Müstəqilliyi və məsuliyyəti öz üzərinə götürməyə təşviq edin. Bəli, şagird neynəməlidir? Məsuliyyətini bilməlidir və müstəqil tapşırıqları olsun, müəllimin verdikləri olsun, yerinə yetirməyə çalışmalıdır. Şagirdə etimad göstərilməlidir və ona yardımlar edilməlidir və şagirdləri bir-birinə kömək etməyə həvəsləndirmək lazımdır. Bəli, şagirdlər arasında çalışmalı ki, müsbət münasibət yarada. Bu da əməkdaşlığın, düzgün münasibətləri quran zaman əməkdaşlığın da deməli, effektiv şəkildə qurulmasına gətirib çıxarır. Unutmayaq ki, düzgün münasibət qurulmasa, effektiv deməli, öyrənmə baş verə bilməz. Ona görə ilk öncə düzgün münasibət qurulmalıdır. Bu qədər müəllimlər, ümid edirəm ki, bu mövzu izahı ilə sizə kömək etmiş oldum. Razı qaldınızsa, deməli, mövzu izahımızın linkini maksimum paylaşın. Və rəy bölməsində öz fikirlərinizi bildirməyi unutmayın. Sağ olun müəllimlər, özünüzə yaxşı baxın.